Alman dilində sözlər yazıldığı kimi oxunmur. Yəni bəzi hərf birləşmələri fərqli cür oxunur. Bunları öyrəndikdən sonra istənilən sözü rahatlıqla oxuya bilərsiniz. Gəlin ilk öncə işə rəqəmləri öyrənməklə başlayaq. Birinci sözümüz olacaq gördüyünüz kimi eins. Eins sözü EI birləşməsi ilə başlayır. Bu birləşmə ay səsini verəcək. Söz sonunda olan S isə S kimi oxunur. Lakin bəzi məqamlarda S başqa səsləri verəcək. Bunu sonraki videolarda daha ətraflı formada öyrənərik. Keçək indi ikinci sözümüzə. Bu olacaq zwei. Gördüyünüz kimi Z-dan Ç səsi gəlir. Yəni Ç kimi tələffüz edirik. W hərfi V kimi oxunur. Əvvəlki sözdən EI birləşməsini öyrənmişdik ki, ay səsini verir. Zwei oxuyuruq. Üçüncü sözümüz olacaq göründüyü kimi dğay. Dğay sözü D ilə başlayır. D hərfi D kimi tələffüz olunacaq. R hərfi çox zaman H səsini verir. Yəni qırtlaqdan bir səs gəlməlidir. EI birləşməsi isə yenə də ay kimi tələffüz olunur. Dğay. Dördüncü sözümüz olacaq fia. Gördüyünüz kimi burada dəyişim biraz daha çoxdur. Söz əvvəlində V hərfi çox zaman F kimi tələffüz olunur. EI birləşməsi dedik ki, ay kimi tələffüz olunur. Amma burada diqqətli olmalıyıq. İE birləşməsi isə uzun I səsini verir. Söz sonunun axırında yerləşən R hərfi isə A kimi tələffüz olunacaq. Oxuyuruq. Fia. Beşinci sözümüz olacaq fünf. Fünf elə yazıldığı kimi də tələffüz olunur. Yəni, F hərfinə aid bir qaydamız yoxdur. Ü hərfi təklikdə istifadə olunduqda olduğu kimi oxunur. Sonraki videolarda qalan rəqəmləri öyrənəcəyik. 5-dən 10-a qədər olanlara. Başqa nə suallarınız varsa, kommentlərdə yazıb soruşa bilərsiniz. Sağ olun.